Salam əziz abituriyentlər, belə bir misalın həllinə baxaq. Ən böyük 5 rəqəmli natural ədədlə yazıram. Ən böyük 5 rəqəmli natural ədəd 99999. Ən böyük 2 rəqəmli natural ədədin fərqi. Ən böyük 2 rəqəmli natural ədədimiz 99-dur. Bunun fərqi ən böyük bir rəqəmli natural ədəddən neçə dəfə böyükdür? Neçə dəfə böyükdür? Ən böyük bir rəqəmli ədədimiz də 9-dur. Bunun fərqinə baxırıq. 0, 0, 9, 9, 9. 99.900 deyir 9-dan. Ən böyük bir rəqəmli ədədimiz 9 olduğu üçün neçə dəfə böyükdür? Neçə dəfə böyük olmanı tapmaq üçün 99.900-ü 9-a bölərik. O da eləyər 11.100. Demək, cavab olur 11.100 dəfə böyükdür. Diqqətiniz üçün təşəkkür edirəm.